Hamınıza salam dostlar. Bugün mən sizinlə bir yerdə səhər başlayacaq Arsenal PSG oyunu qısa bir analiz etmək istədim. Siz bu videonu izləyəndə bəlkə də oyundan 1-2 saat əvvəl izləyəcəksiniz. Yəni bu oyun barədə əvvəlcədən fikirlərimi belə deyim, bölüşmək istədim sizinlə. Siz də kanala abunə olub like atsaz, mənə çox sevindirərsiniz, mənə motivasiya vermiş olarsınız. Mən də bol videolar atıram sizin üçün. Sevdiyiniz videolarda yorumlarda yazmayı unutmayın. Bir də yorumlarda öz TikTok səhifəm və Instagram səhifəmi bölüşmüşəm. Orada takip atsaz məni çox sevindirərsiniz. Belə deyim, iki baş məşqçinin dueli olacaq bu yarım finalda. Luis Enrique və Mikel Arteta. İkisi də təcrübəli baş məşqçilərdir. Bir Barsanın çalışdırıcısı söhbət Luis Enrique'dən gedir. Bir isə Pep Guardiola'nın öğrencisi, tələbəsi, şagirdi olan Mikel Arteta'dan gedir. Yəni ikisi də yaxşı baş məşqçilərdir. Titullu baş məşqçilərdir, belə deyim sizin üçün. Heyətlərə nəzər salsaq, məcburi dəyişikliyi olan Arsenalda çox zətəri var, çox itki var. Müdafiədə və hücumda çox itki var. Heyətlərə nəzər salsaq, bir yerdə gəlin nəzər salaq. Qapıda David Raya, solda Luis Kelly və yaxud Calafiori. Calafiorin qayıtması sual altında olsa da, deyilənə görə bu oyun olacaq. Ya Emirates'də ya da ki Paris'də hansı oyunda olacaqdı, ikisində də ola bilər. Yəni onu görəcəyik bir yerdə 1 saat, 2 saatdan sonra onu görəcəyik. Deməli, Calafiori solda və yaxud Luis Kelly 18 yaşı var, müdafiəyə yaxşı kömək olur və hücuma da yaxşı kömək, hücumlara yaxşı çıxmağa Arsenal'a kömək edir. Sağda Timber, yəni sağcına müdafiəçi kimi. Müdafiənin mərkəzində Saliba və Gabriel Magalhaes zədəlidir, yəni sıradan çıxıb, iri bağlayıb, mövzusunu bağlayıb. Kivior və Saliba ikilisini görəcəyik biz müdafiədə. Önlərində Declan Rice, onun da önündə Mikel Merino və yaxud Odegaard. Odegaard dəqiqdir, Mikel Merino yalancı 9 nömrə oynayır. Onun üçün biraz oyunda Partey yoxdur, sarı kart cəzalısıdır. Real Madrid oyunda sarı kart aldı, cəzalı duruma düşdü. Yəqin ki Partey'in yerinə Mikel Merino olacaq, solda Gabriel Martinelli, Saka sağda, öndə isə Trossard və yaxud Raheem Sterling olacaq. Belə olacaq yəqin ki, taktiki düzülüş. Mikel Arteta bu oyundan çıxacaq. Heyətlərə nəzər saldıq. İndi isə gəlin Ligaya nəzər salaq. Ligaya nəzər salsaq EPL-də İngiltərədə Arsenal ikinci yeri tamamladı. Bu dəqiqdir. Birinci yerdə Liverpool oldu. Liverpool da buradan təbrik edirəm. Azərkeşlərini də təbrik edirəm. Paris'də isə Paris yenə də çempion oldu. Hər ilki kimi bu il də çempion oldu. Marseille'nin arasında 28 xal fərq var. Ona da gəlib çatması biraz möcüzə olardı. Yəni çempionluğu təsdiqlədi. Arsenal ikinciliyi o özü çempionluğu təsdiqlədi Paris. Belə deyim də, hər ikisi biri Barça Inter oyunundan danışacağıq biz. Gələn videomuzda da onu da izləməyi unutmursunuz. Bu videoya yaxşı baxış gəlsə, like gəlsə. Paris Saint-Germain Liverpool'u kanallaşdırdı, Aston Villa'nı kanallaşdırdı PSG. Arsenal isə Real Madrid'i ən çox bu titulun sahibi olan Real Madrid'i kanallaşdırdı. 14 il, 15 il sonra yenədən gəldi və dedi ki, yəni stop da, yəni buradan sonrası sənlik deyil. Getmə bundan sonrası. Qoymadılar, belə deyim sizin üçün. Real Madrid'i kanallaşdırdı. Declan Rice 2 dənə gol vurdu. Cərmə zərbəsindən birini isə Mikel Merino, yalancı 9 nömrə mövqeyində olan Mikel Merino vurdu. Yaxşı təsir bağışlayır. Ligada da öz qollarını vurur Mikel Merino. Amma yəni oranın oyuncusu deyil. Partey yoxdursa çəkilməlisin arxaya. Trossard və Raheem Sterling'ə biraz yer verməlidirlər. Belə, PSG-də isə ilk 11 belə olar yəqin ki. Qapısı Donnarumma, Gianluigi Donnarumma. Solda Nuno Mendes, Aston Villa'nın önündə fərqlənən oyuncu. Sağda Əşrəf Hakimi isə məhsuldar oyuncu kimi təsir bağışlayır. 5 asist edib bu çempionatda. Müdafiə mərkəzində Paçu və Marquinhos. Bir dənə zədəli Kimpembe'dir də müdafiədə. Kimpembe'də 2-1 ildə artıqdır ki, yoxdur. Önlərində Vitinha, João Neves və Fabian Ruiz. Yaxşı orta sahaya malik, yəni orta sahaya malik bir təcrübəli, orta sahaya malik bir komandadır. Sağda Barcola solda oynayacaq. Sağda Kvaratskhelia və yaxud Desire Doué. Yəni Desire Doué ən çox zamanla girmək xoşdur. Yəni zamanla çıxıb girir oyuna. Önlərində isə Ousmane Dembele.
Onun mövqeyi ora deyil, yəni orada oynayacaqdı. Belə yəni 9 nömrə mövqeyində oynayacaqdı Dembele. İndi burada dostlar cızıram mən taktikanı, onun üçün ən çox bura baxıram, kameraya baxamıram. Dembele isə çıxacaqdı, yəni 9 nömrə mövqeyində. Bu il yaxşı fərqlənən oyunculardan biridir Ousmane Dembele. Öz məhsullarını ilə seçilən oyuncudur. Çempionatda da, liqada da, hər yerdə, belə deyim, Ballon d'Or namizəd oyunculardan biridir və yaxud birincisidir. Rafinha'dan sonra birincisi ola bilər. Salah indi okey da, yaxşı oyuncudur. Yaxşı oyun ona təsir edə bilər. Liverpool çempion oldu liqada, ancaq Karabağ kapitan yox elədilər onları. Newcastle United onun sahibi oldu. Çempionatda yoxdular, Çempionlar Liqasında. Bir dənə Arne Slot sağ olsun ki, Liverpool çempion elədi İngiltərədə. Bir dənə ona görə verərlərmi? O sual altında qalıb biraz. Ancaq Rafinha belə Ballon d'Or keçəsi olsa, Rafinha çempionatı qazansa, Çempionlar Liqasını qazansa, çempionatı qazansa artıq 1-2 titulun sahibidirlər. Yəni Copa del Rey'in sahibidirlər. Galacticos'da, yəni El Clasico'da sahibi oldular. Real Madrid'i keçərək. Yəni bu il treble eləmək şansı var. Treble eləmək şansı var yəni Barçanın. Onda da %100 Rafinha gedəcək Ballon d'Or. Böyük ehtimal ki, yəni Ronaldo'nun rekordlarını qırmağa yaxın oyuncudur bu il. Onun haqqında danışarıq gələn videolarda. Inter, Barça ondan taktik analizində danışarıq onu. Belə ki, yəni dediyim kimi 9 nömrə kimi Dembele oynayacaqdı sağda. Kvaratskhelia və yaxud Barcola sağda güman ki Barcola oynamaz. Çünki sol oyuncudur, hücumu yaxşı çıxmağa bacaran oyuncudur. Dediyim hücuma yaxşı çıxır, sürətlidir. Sağda isə Kvaratskhelia. O da ki zərbələrlə David Rayanı çox incidəcək. Yəni biz bunu Liverpoolun oyunda gördük. Alisson Becker olmasaydı o qolların hamısı qapıya daxil olardı. Sağ olsun ki orada qurtardı, amma ikinci oyunda çox dəyişiklik edə bilmədilər. Donnarumma oyunun qəhrəmanı oldu. Nəysə, bunun haqqında çox danışmayaq, bunun üstündə çox durmayaq. Yəni Arsenalda gəldi də yaxşı zərbə yeniləyən oyunculardan. Saka'dır, Gabriel Martinelli'dir, Donnarummanı yoracaqdı. Onun üçün yəni videoda çox uzun olmasın, sıxıcı olmasın deyə biraz belə qısa danışıram. Gələn videolarda inşallah uzun danışarıq oyundan sonra. Belə yəni belə çıxacaq, mənim çox güman ki Arsenal belə çıxacaq, Paris'dəki də çıxacaq oyuna. Çox güman ki yəni elə olacaqdı. Belə dostlar, hər iki komandaya uğurlar arzulayırıq. Yəni mənə görə yəni bu orta sahalar içərisində Declan Rice'dir, Vitinha'dır. Vitinha yaxşı təsir bağışlayır. Declan Rice'dir, Vitinha yəni 85% isabətli şut atmağı bacaran, bu çempionatda yaxşı şut atmağı bacaran bir oyunculardan zərbələri yaxşı endirən oyunculardan biri Declan Rice'dir, biri Vitinha'dır. Yəni yaxşı orta sahəsi malik olan, biri Inter'də yaxşı orta sahəyə malik olan bu çempionatda, yəni hər klublarda belə deyim və Arsenal'dır, Paris Saint-Germain'dir. Barcelona'nı qoyduq qırağa. Onu gələn videoda danışarıq inşallah. Belə dostlar, yəni mənə görə yəni 50-50-yə keçmə şansları var. Görə indi necə olacaq, Arsenal da keçə biləcəkmi? Belə 60-ın 40-a da ola bilər. Zədəlilər qayıda bilsə, Kalafior falan qayıtsa, Mikel Merino dayaqda oynasa, yəni yaxşı olacaq. Çox güman ki, Declan Rice çəkiləcək dayağa, önlərində Odegaard və Mikel Merino olacaq. Dediyim kimi, Sivruts'da da Trossard və yaxud Raheem Sterling onlar orada pasaj edəcəklər də, yəni dəyişəcəklər sağda Starboy, Saka, solda Gabriel Martinelli. Belə dostlar, videomu bəyəndisə, sıxıcı olmadısa, yəni bəyəndinizsə videoyu bəyənməyi unutmayın. Kanala da abunə olsa çox sevinirim ki olarsınız bizi. Öz fikirlərinizi yorumlarda yazın. Videonun əvvəlində dediyim kimi. Bir də ki, ilk qolu kim vuracaq, onu bir dənə maraqlı olaraq yazsa şərhlərə çox sevinərik. Sağ olun dostlar, salamat qalın. Gələn videolarda görüşənə sağ olun.